Hörmətli cənab prezident, əziz qardaşım, Azərbaycana, Qarabağa xoş gəlmişsiniz. Əminəm ki, sizin səfəriniz ölkələrimiz arasındakı qardaşlıq, dostluq əlaqələrinə yeni təkan verəcək. Biz sizinlə tez-tez görüşürük, həm Azərbaycanda, həm Birləşmiş Ərəb Əmirliklərində. Siz keçən il 2 dəfə Azərbaycandan səfər etmişsiniz. Bu il bir neçə ay bundan əvvəl mən sizin ölkənizə səfər etmişəm. Bugünkü səfəriniz xüsusi əhəmiyyət daşıyır. Çünki siz Qarabağa işğaldan azad edilmiş torpaqlara səfər edirsiniz. Və bu bizi və bütün Azərbaycan xalqını çox məmnun edir. Bizim əlaqələrimiz qardaşlıq, dostluq üzərində qurulub. Bugün imzalanmış çox saylı sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq. Hər bir imzalanmış sənəd böyük əhəmiyyət daşıyır. Onların arasında xüsusilə hərtərəfli strateji tərəfdaşlıq haqqında birgə bəyannaməni qeyd etmək istərdim. Bu bizim siyasi əlaqələrimizi ən yüksək zirvəyə qaldıran bir sənəddir. Bizim siyasi əlaqələrimiz çox uğurlu inkişaf edir. Biz hər zaman beynəlxalq təşkilatlarda bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Son vaxtlar qarşılıqlı sərmayə qoyuluşu bizi çox şad edir. Neft-qaz sahəsində əməkdaşlıq dərinləşir. Bugün imzalanmış sənədlər arasında nəqliyyat sektorundakı əməkdaşlıq böyük perspektivə malikdir. Biz xüsusilə ölkənizə və ölkənizin şirkətlərinə minnətdarıq ki, Azərbaycanın bərpa olunan enerji növlərinin işlənməsi istiqamətində bizə çox böyük dəstək vermişdilər. Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri burada bizim strateji tərəfdaşlarımızdır. Əsas investordur və Azərbaycanda istifadə verilmiş birinci günəş elektrik stansiyasının tikintisi və investisiyaları ölkənizin bizə olan dəstəyi nəticəsində mümkün olmuşdur. Bilirsiniz ki, planlarımız daha genişdir. Bir neçə gigavat bərpa olunan enerji növünün yaxın gələcəkdə Azərbaycanda istehsalı məhz sizin şəxsi göstərirsiniz və ölkənizin şirkətlərinin fəaliyyəti nəticəsində mümkün olacaqdır. Digər investisiya yönümlü layihələr üzərində işləyirik. Bugünkü nümayəndə heyətlərinin tərkibi özlüyündə bir göstəricidir. Bu göstərir ki, bizim əlaqələrimiz nə qədər çox şaxəlidir, nə qədər dərindir, səmimidir və məhsuldardır. Bir daha əziz qardaşım, Qarabağa səfər etdiyiniz üçün sizə təşəkkürümü bildirmək istəyirəm. Azərbaycana, Qarabağa xoş gəlmişsiniz. Əziz qardaşım, cənab prezident, dost ölkənizə səfər etməyim və sizinlə görüşməyim məni həqiqətən çox sevindirib. Qonaqpərvərliyinizə görə sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bugünkü görüşümüz bizim bu il ərzində 3-cü görüşümüzdür. Həqiqətən bizim bu ilin iyul ayında Əbu-Dabidəki görüşümüz çox səmərəli və ikitərəfli əməkdaşlığımızın yeni mərhələsinin əsası oldu. İnşallah ikitərəfli əməkdaşlığımız və əlaqələrimiz dostluğa, xeyir, bərəkətə əsaslanan münasibətlərimiz ölkələrimizin və xalqlarımızın rifahının daha da artması istiqamətində davam edəcək. Qardaşım cənab prezident, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında münasibətlər ötən 10 illiklər ərzində ardıcıl inkişaf etmişdi və xüsusilə də qeyri-neft sektorunda ticarət dövriyyəsi 2024-cü ildə 2,24 milyard dollara qədər artmışdı. İyul ayında ölkələrimiz hərtərəfli iqtisadi əməkdaşlıq haqqında saziş imzalamışdı. Bu sənəd
iqtisadi əlaqələrimizə yeni bir təkan vermişdir. İnşallah bizim müştərək iqtisadi hədəflərimizi həyata keçirmək üçün onun çox böyük təsiri olacaq. Biz Birləşmiş Ərəb Əmirliklərində bu əməkdaşlığı genişləndirməyə davam etməkdə maraqlıyıq. Ələlxüsusda inkişaf sektoruna aid olan iqtisadiyyat və bərpa olunan enerji, qida təhlükəsizliyi, həmçinin mədəniyyət sahələrində və əlbəttə ki, digər əhəmiyyətli sahələrdə. Çünki bu sahələr bizim gələcəyimiz üçün çox böyük nəticələr vəd edir. Cənab Prezident, dost ölkənizlə ikitərəfli əlaqələrimizi gücləndirmək və genişləndirmək üçün xüsusi və böyük marağımız var. Onu daha yüksək səviyyəyə qaldırmağı arzuluyuruq. Biz hər iki tərəfə fayda gətirəcək və davamlı inkişafa töhfə verəcək yeni əməkdaşlıq fürsətlərinin daim axtarışındayıq. Cənab Prezident, siz də qeyd etdiyiniz kimi enerji sahəsində əməkdaşlığımızda indiyədək əldə etdiyimiz irəliləyişlər məni çox sevindirir. Şübhə yoxdur ki, bugün ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlığa dair imzalanmış bəyannamə hər iki tərəfin qarşılıqlı münasibətlərini daha da inkişaf etdirmək və yüksək səviyyəyə qaldırmaq iradəsini əks etdirir. Cənab Prezident, Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında mədəniyyət sahəsində əməkdaşlığın böyük əhəmiyyəti var. Belə ki, bu sahə ikitərəfli əlaqələri inkişaf etdirməyin mühüm istiqamətidir. Çünki hər iki ölkə mədəni mübadilənin, xalqlararası münasibətlərin və əməkdaşlığın körpüsü olduğuna inanmaqla öz zəngin, çoxnövlü mədəni mirasını qorumaqda maraqlıdır. Qardaşım Cənab Prezident, Birləşmiş Ərəb Əmirlikləri Qafqaz regionunda sülh və əmin-amanlığın bərqərar olmasına çox böyük əhəmiyyət verir. Azərbaycan başda olmaqla bütün xalqların mənafeyi üçün bölgənin bütün ölkələri ilə əlaqələrini və əməkdaşlığını inkişaf etdirməkdə maraqlıdır. Bu xüsusda Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin imzalanması istiqamətində əldə edilmiş nailiyyətlərin və müsbət inkişafın davam etməsini səbirsizliklə gözləyirik. Bu münasibətlə Birləşmiş Ərəb Əmirlikləri dövlətinin regionda sülhün və əmin-amanlığın bərqərar olmasına, buradakı xalqların sülh şəraitində yaşamasına hər cür dəstək verməyə hazır olduğunu bir daha vurğuluyuruq. Çıxışımın sonunda qardaşım Cənab Prezident, qonaqpərvərliyinizə görə sizə bir daha təşəkkürümü bildirir, dost ölkənizə və xalqınıza daim əmin-amanlıq və rifah arzuluyuram. Çox sağ olun. Teşekkür ederim. Затем при участии президента Азербайджана Ильхама Алиева и президента Объединенных Арабских Эмиратов шейха Мухаммеда бен Заида Аль-Нахаяна состоялась церемония обмена документами, подписанными между Азербайджаном и Объединенными Арабскими Эмиратами. Подписанными документами обменялись министр иностранных дел Азербайджана Джейхун Байрамов и государственный министр Объединенных Арабских Эмиратов Саид Аль-Хаджари.